Salam. Biz keçen videoda nar meyve yiyeni hakkında məlumat vermişdik. Mən orada feromon kəpənəyi hakkında məlumat vermiştim. Buna baxmayaraq görə izləyicilərimin bəzisi mənə elə gəlir ki, bunu düzgün başa düşə bilməyiblər və mənə suallar yazırlar ki, siz nar meyvəyə yiyəni haqqında mübarizə tədbirlərini göstərmişsiniz, amma bu mübarizə tədbirləri nə vaxt aparılması haqqında məlumat verməmişsiniz. Halbuki mən feromon talaları haqqında məlumat verəndə onu demişdim. Ona görə də məcburiyyət qarşısında qalıram ki, deyəsən bu feromon talaları haqqında bağbanlarımızı məlumatlandırmaq vacibdir. Feromon talalar nə üçündür? Deməli, əgər narla məşğul olan hər bir bağbanımız 1 hektar nar bağı üçün 20 ədəd feromon talasını qoyarlarsa, feromon talalarda deməli istifadə edərlərsə, artıq bu nar meyvəyə yiyəni haqqında deməli mübarizəni normal şəkildə qavraya bilərlər. Dünyanın heç bir yerində hələ müəyyən olunmayıb ki, nar meyvə yiyənə qarşı nə vaxt dərman çiləmək lazımdır. Məsəl üçün, mayın 5-də mi, 10-da mı, 20-sində mi? Çünki bu kəpənəklər iqlimə uyğun olaraq nə vaxt uçurlarsa, o vaxtı bunlara qarşı mübarizə başlanmalıdır. Feromon talaları deməli, əgər bağda olarsa, bağban hiss eləyər ki, məsələn, bugün bu kəpənəklərdən 10 dənəsi təlaya düşüb, 20 dənəsi təlaya düşür, artıq o məlumat əldə eləyir ki, artıq nar meyvə yiyənə qarşı mübarizəyə başlamaq lazımdır. Çünki artıq kəpənəklər uçmağa başlayırlar. Bu feromon talaları ola bilsin ki, elə bir, əgər tələ qoyulubsa bağda, təlaya düşmübsə, elə yerlər var ki, məsəl üçün, nar meyvə yiyənə qarşı heç dərmanlamaq ehtiyac olmasın. Əgər təlaya kəpənək düşmübsə, deməli, kəpənək yoxdur, bağban da əlavə xərc çəkib, onu dərmanlamağa ehtiyac olmasın. Feromon talaları bizim bağbanlarımıza vacib lazımdır. Ona görə də gəlin görək, bu tələ hansı təbii hadisədən istifadə edilir. Deməli, kəpənəklərin çox maraqlı bir xüsusiyyəti var. Dişi kəpənək cütləşməyə hazır olduqda xüsusi kimyəvi qoxu, cinsi feromon ifraz edir. Erkək kəpənəyin isə çox həssas qoxu reseptorları var. Küləyin gətirdiyi bu qoxunu hiss etdikdə, yəni dişinin buraxdığı bu qoxunu hiss etdikdə, onun mənbəyini, yəni dişini axtarmağa başlayır. Məsələn, ipək qurdunun biologiyasında da belə feromon əlaqəsi var. Kələm ağ kəpənəyində də isə görürük ki, erkək kəpənək dişini tapmaq üçün aktiv şəkildə axtarış aparır və dişini 2 kilometrdən hiss edir. Feromon talası da məhz bu təbii davranışdan istifadə edir. Tələnin əsas məqsədi yalnız kəpənəyi öldürmək deyil, uçuşun başlanğıcını və sıxlığını izləməkdir. Əgər tələdə kəpənəklərin çoxlu sayı varsa, deməli dərmanlamanın vaxtıdır.
təbiətdə dişi kəpənək feromon buraxır. Erkək qoxunu hiss edir. Erkək tələyə gəlir və tələdə tutulur. Burada, yəni tələdə həqiqi dişi kəpənək olmur. Sadəcə onun yaydığı cinsi siqnalın kimyəvi təqlidi istifadə edilir. Yəni ki, laboratoriyada dişi kəpənəyin buraxdığı bu feromon maddəni laboratoriyada kimyəvi üsulla alınır və tələdə istifadə olunur. Erkək də həmin qoxunu hiss edir və tələyə yaxınlaşır və tələyə düşür. Feromon tələsini adi yapışqan sarı tələ ilə qarışdırmaq olmaz. Çünki həşəratları tutmaq üçün sarı tələlər olur. Bunlarla feromon tələlərini qarışdırmaq olmaz. Feromon tələsi isə konkret zərərvericinin erkəyini cəlb etmək üçün hazırlanır və istifadə olunur. Mənə elə gəlir ki, bu mövzu haqqında sizə normal məlumat verə bildik. Əgər bu barədə suallarınız varsa, yenə də bizə ünvanlaya bilərsiniz. Sağ olun, gələn görüşlərədək.